Şəhərlər və insanlar. Kopenhagen sakit və səmimi paytaxt. Kopenhagen Danimarkanın paytaxtı və ən böyük şəhəridir. Amma burada səs-küy və tıxac çox nadirdir. İnsanlar velosipedlə hərəkət edir. Yollar velosipedçilər üçün xüsusi ayrılıb. Şəhərin mərkəzində su kanalları, tarixi binalar və modern arxitektura harmonik birləşir. Kopenhagen'də insanlar çox sakitdir, hamı öz ritmində yaşayır. Çay kənarında oturub suya baxan və ya kitab oxuyan insanlara rast gəlmək adi haldır. Heç kim tələsmir, heç kim başqasının işinə qarışmır. Aarhus, gənclərin və universitet şəhəri. Aarhus, tələbələr və gənclər üçün idealdır. Burada universitetlər, muzeylər və sənət qaleriyaları ilə zəngin sosial həyat mövcuddur. Kafe mədəniyyəti geniş yayılıb, insanlar sakit, musiqi fonunda dostları ilə